Uşaqlar, dərsimiz kimyəvi reaksiyanın əlamətləridir. Mən istədim ki, 3 dənə biz hazırlamışıq, görürsünüz maddələri. Özünüz müşahidə eləsiniz ki, hansı reaksiya əlamətlərini müşahidə edəcək. Reaksiyanın əlamətləri hansıdır? Kim deyir? Zəhradə görək. Rəngin çıxması, istiliyin udulması və yaxud da ayrılması. Sonra iyin qoxunun çıxması. Sonra Cavid, nəyə əlavə edirsən? Qazın ayrılması. Bəli, bunlar hamısı reaksiyanın əlamətləridir. Əgər biz bir əlaməti belə görsək, deməli orada reaksiya gedəcək. İlk təcrübəmizə baxın. Bizə kolbada xlorid turşusudur və təbaşir parçasıdır. Təbaşir parçasının tərkibi kalsium karbonatdır. Gələcəkdə formulaları siz keçərsiniz. Daxil elə tunar ora. Biraz gözləyək. Nə müşahidə edirsiniz? Bəli. Deməli, nə olur orada uşaqlar? Reaksiya gedir. Reaksiya gedir ki, qaz qabarcıqları ayrılır. Getməsə, qaz qabarcığı ayrıla bilər? Xeyr. Birinci reaksiyamız bu. Biz qazın çıxmasını əyani şəkildə müşahidə edirik. Keçək ikinciyə. İkincidə adi undur. Baxın, unu su ilə qarışdırmışıq. Bura biraz yod əlavə edin azca. Az əlavə edin. Görürsünüz? Nə baş verdi uşaqlar? Baxın, un gördükdə nə rəngdir? İndi yoda baxın, indiki rəngə baxın və indiki rəngə baxın. Nə müşahidə edirik? Yaxından baxaq. Rəngin dəyişməsi. O da reaksiyanın əlamətlərindən biridir. Üçüncüyə baxaq. Yağmur. Burada natrium hidroksid məhluludur kolbada. Digərində isə kuprum SO4 məhluludur. Üzərinə tök qızım. Görək nə baş verir. Bunu əlavə elə. Bəli. İndi görün nə baş verdi. Bu zaman burada çöküntü yarandı. Bu kuprum SO4 natrium OH arasında reaksiya baş verir və kuprum 2 hidroksid çöküntüsü əmələ gəlir. Bu gördüyünüz göy çöküntüdür. Baxın bu məhlula. Bu çöküntü deyil. Bu məhluldur. Amma buradakına baxın, müqayisə eləyin. Çöküntü əmələ gəldi. Çöküntünün əmələ gəlməsi də reaksiyanın əlamətlərindən biridir.